Salam, hər vaxtınız xeyir. Bu gün sizlərlə çevrə və dairə mövzusuna aid dərs izahına baxacağıq. Deməli, zəhmət olmasa, bütün müdavimlərə hər zaman dediyim kimi, sizlərə də bir belə deyim, məsləhət kimi deyirəm ki, mütləq şəkildə video izahlara baxdıqca qeydlər götürün ki, bu sizin imtahana yaxın bir ərəfədə təkrarlanmağınız üçün daha önəmli, belə deyək, bir nüansdır. Gəlin görək çevrə nədir, dairə nədir, çevrədə biz nəyi öyrənəcəyik, dairədə nə öyrənməliyik, ümumiyyətlə bu mövzuya aid biz nələri bilməliyik, nələri ümumiyyətlə bilirik, nələri bilmirik və yeni öyrənəcəyik, bunlar haqqında danışaq. Deməli, çevrə müstəvinin verilmiş nöqtələrindən eyni məsafədə yerləşən bütün nöqtələrin ibarət olan fiqura deyilir. Məsələn, baxın, çevrənin mərkəzi məsələn O nöqtəsindən, əslində çevrənin ətrafında yerləşən çoxlu sayda nöqtələr var. Əslində bunların hər biri bir nöqtədir. Nöqtədir ki, onlar o qədər sıx yerləşib ki, baxın biz belə bir düz xətt kimi görürük də. Yəni düz xətt deməyək, belə bir əyri xətt kimi görürük və bunu çevrə adlandırırıq. Ona uyğun olaraq da deyirik ki, çevrənin bu O mərkəzidir, mərkəzi nöqtəsidir. Çevrənin mərkəzi ilə onun istənilən nöqtəsini birləşdirən parçaya, yəni biz dedik axı nöqtələr çoxluğundan ibarətdir. Çevrənin mərkəzi ilə onun istənilən nöqtəsini birləşdirən parçaya radius deyilir və R hərfi ilə işarə olunur. R radiusdur. Radius. Məsələn, OB radiusu. Bu olur OB radiusu. Məsələn, buradan bir dənə də bura qədər çəkə bilərəm. Bu da bir radiusdur. R-dir. Məsələn, OK radiusu. Məsələn, eyni ilə buradan bura qədər çəkə bilərəm. Bu da bir radiusdur. Məsələn, bu da bir OL radiusu. Bunların hər biri radiusdur. Buna əlavə olaraq biz çevrənin radiusu haqqında danışırıqsa, çevrənin diametri haqqında da danışmalıyıq. Diametr D hərfi ilə işarə olunur. Diametr. Çevrənin diametri, çevrənin istənilən, belə deyək, mütləq şəkildə deyirik ki, çevrənin mərkəzindən keçən və onun iki nöqtəsini birləşdirən parçaya diametr deyilir. Çevrənin mərkəzindən keçən və onun iki nöqtəsini birləşdirən parçaya çevrənin diametri deyilir. Məsələn, baxın, iki nöqtəni birləşdirən parçaya, məsələn, AB parçasına deyilir diametr. Baxın, buradan bura qədər diametrdir. Çünki mərkəzdən də keçir, O nöqtəsindən keçir. Biz də demişdik ki, baxın, dedik ki, OB bir radiusdur. OA da bir radiusdur. Çünki mərkəzdən çevrənin bir nöqtəsinə qədər olan məsafə radiusdur. OB radiusdur, OA radiusdur. Onda diametr elə 2 dənə radiusun cəminə bərabərdir. Yəni, onda diametr elə 2R-dir. Biz bunu bilməliyik. Diametr elə 2R-dir. Diametr elə 2R-dirsə, onda biz deyirik ki, diametr radiusdan 2 dəfə böyükdür. Və məsələn, buna da deyirik, məsələn, AB diametri. Diametri. Bəs yaxşı, biz radiusu öyrəndik, diametri bildik. Bəs yaxşı, bir də qalıraq vətər. Bəs vətər nədir? Çevrənin istənilən iki nöqtəsini birləşdirən parçaya vətər deyilir. Baxın, məsələn, tutaq ki, buradan bura qədər olan iki nöqtəni birləşdirən düz xəttə vətər deyilir. Məsələn, KL vətəri. Vətər. Çevrənin ən böyük vətəri elə onun diametridir. Çevrənin ən böyük vətəri onun diametridir. Amma bunun tərsini deyə bilmərik ki, məsələn, ən böyük diametr vətərdir. Xeyr. Çevrənin ən böyük vətəri onun diametri sayılır. Vətərlə diametrin fərqi odur ki, deməli, vətər mərkəzdən keçə də bilər, keçməyə də bilər. Əgər keçirsə də ən böyük vətər sayılır və bu da elə diametrin özüdür. Deməli, bəs yaxşı, biz çevrədə hansı düsturu bilməliyik çevrəyə uyğun olaraq? Biz çevrənin uzunluq düsturunu bilməliyik. Çevrənin uzunluğu L və ya S hərfi ilə, böyük S hərfi ilə işarə olunur, uzunluq düsturudur. L bərabərdir 2 pi R düsturuna əsasən hesablanır. R radiusdur, pi isə belə deyək, riyazi bir sabitdir, əslində qiyməti 3,14-dür. Amma bəzən hesablamalar apararkən bu pi-nin qiymətini bizə deyir ki, pi bərabərdir 3-ə. Yəni ki, qısa, yəni belə deyək, rahat bir hesablama aparmaq üçün pi-nin qiymətini 3 qəbul edirik.
Məsələn, tutaq ki, deyir radiusu 5 sm olan çevrənin uzunluğunu tapın. Məsələn, elini tapın. Biz də bilirik el nəyə bərabərdir? 2 pi r, yəni 2 vurulsun pi vurulsun 5. Bu eləyir 10 pi. Amma ola bilər ki, şərtdə əgər bizə verilməsə pi-nin qiyməti, məsələn, bəzən olur şərtdə sonda möhtərizə daxilində verir. Məsələn, pi bərabərdir 3,114 və ya pi bərabərdir 3. Bu zaman pi-nin yerinə verilmirsə qiymətini yazmırıq, elə cavab 10 pi olaraq götürürük. Yox, əgər cavab, məsələn, şərtin daxilində yazıb pi bərabərdir 3-ə, bu zaman getirib pi-nin qiymətini yerinə qoyub cavabı tapıram 30 santimetr. Çünki 5 santimetrləndir. Bundan əlavə olaraq da 3,14 də ola bilər. Yəni, bu da doğru bir yanaşmadır. Amma yenə də deyirəm, bu yanaşma o zaman doğru olur ki, şərtin, belə deyək, sonunda pi-nin qiymətini versin. Pi-nin qiyməti verməyibsə, mən onu götürə bilmərəm. Bəs yaxşı, bilirik ki, uzunluq L bərabərdir 2 pi r-ə. Bəs biz bunu diametrlə qeyd eləyə bilərik, diametrlə əlaqəli yaza bilərik. Bəli, çünki 2r elə diametrdir. Onda çevrənin uzunluğu həm də pi-dir. Düzdür? Həm 2 pi-dir, həm də pi-dir. Yəni, məsələn, diametri 10-dursa, onda həmin çevrənin uzunluğu 10 pi-dir. Diametri 20-dirsə, həmin çevrənin uzunluğu 20 pi-dir. Və s. Bəs yaxşı, dairə nədir? Dairə çevrənin, belə deyək, içərisinin rənglənmiş hissəsidir. Deyirik ki, çevrə ilə hüdudlanmış müstəvi hissəsi dairə adlanır. Çevrə ilə hüdudlanıb. Sanki, məsələn, baxın, bunun burada kənarındakı, məsələn, baxın, qırmızı ilə xətt çəksə, məsələn, baxın, bunun kənarı belə çevrə ilə hüdudlanıb. İçərisi qara bir, belə deyək, rəngli bir hissədir və içərisi dairə adlanır. Dairə. Məsələn, hüdudlandığı hissə, məsələn, bunun buradan belə başqa rənglə, məsələn, bütün çevrəsini çəkə bilərik ki, orada çevrə adlanır. Deməli, dairə içərisinin, çevrənin içərisinin rəngli olması, yəni rəngli olan hissəsidir. Deməli, bizdə dairədə uzunluq anlayışı yoxdur. Dairənin uzunluğu deyə bir yanaşma yoxdur. Dairənin sadəcə sahəsi var. Sahəsi dairənin S bərabərdir pi r kvadratı düsturuna əsasən hesablanır. Və biz bilirik ki, diametr bərabərdir 2r olarsa, onda r bərabərdir d bölünsün 2-yə. Getirib S-in yerində yerinə yazsam, pi vurulsun d bölünsün 2-nin kvadratı pi r deyil. Ona uyğun olaraq da buradan da alaram pi d-nin kvadratı böl 2-nin də kvadratı 4. Deməli, sahənin diametrinə əlaqəli düsturu da olar pi d kvadratı bölünsün 4. Deməli, bundan başqa biz çevrənin bilməliyik ki, belə deyək də, məsələn, belə tip suallar düşə bilər ki, çevrə məsələn, belə deyək də, bilirik ki, çevrənin məsələn, qarşılıqlı vəziyyəti ola bilər. İki çevrənin bir-biri ilə qarşılıqlı vəziyyəti ola bilər. Məsələn, iki çevrə bir-biri ilə xaricdən toxuna bilərlər bir-birinə. İki çevrə bir-birinə xaricdən toxuna bilərlər. Məsələn, necə? Məsələn, iki radiusu fərqli olan bir çevrəni xaricdən bir-birinə toxunduraq. Məsələn, tutaq ki, bir dəqiqə. Məsələn, iki çevrəni xaricdən bir-birinə toxunduraq. Məsələn, tutaq ki. Baxın, çevrələr xaricdən bir-biri ilə saniyə tam toxunduraq. Deməli, çevrələr xaricdən bir-biri ilə toxundular. Düzdür? Deməli, bu çevrənin radiusu böyük çevrə olduğu üçün böyük yer olur. Bu çevrə isə kiçik çevrə olduğu üçün kiçik yer olur radiusu. Onda məsələn, mən desəm ki, böyük çevrənin mərkəzi O-dursa, kiçik çevrənin mərkəzi O1-dir. Onda O1 məsafəsi nəyə bərabərdir? Böyük yeri ilə kiçik yerin cəminə. Deməli, çevrələrin özlərinin qarşılıqlı vəziyyəti ola bilər. Birinci dedik ki, iki çevrə bir-biri ilə toxunur xaricdən. Xaricdən toxunursa, bunun birinin çevrəsi böyük yerdir, digərinin çevrəsi r-dir və buradan ikisinin, yəni O-dan O1-ə qədər olan məsafəni tapmaq istəyirəmsə, bu çevrələrin məsafələrini nə edə bilərəm? Bir-birinə toplaya bilərəm radiuslarını. Başqa bir ehtimalla çevrələr bir-birinin, belə deyək, iki çevrə daxildən toxuna bilər də bir-birinə. Bu da mümkün bir şeydir ki, iki çevrə bir-birinə daxildən toxunsun. Məsələn, bu necə olacaq? Məsələn, yenə də eyni çevrəni götürürəm. Məsələn, tutaq ki, bir saniyə, bu çevrəni götürək. Məsələn,
Deməli, məsələn, daxildə bunları toxundururam. Baxın, daxildən toxundurdum. Lap biraz da balacaladım çevrəni. Daxildən toxundururam. Deməli, aha, daxildən bunları toxundururam. Məsələn, baxın, tutaq ki, bu böyük çevrənin radiusu, məsələn, mərkəzi buradan bura qədər radiusu sayılır. Gəlin, bunu da düzgün çəkək. Tam istədiyimiz bir effekt alaq. Məsələn, baxın, mərkəzi buradadır. Tutaq ki, buradan bura qədər böyük çevrənin radiusudur. Düzdür? Onda bunun da mərkəzi tutaq ki, baxın, buradadır. Bilirəm ki, onda buradan da, baxın, bu mərkəzdən də bura qədər məsafə kiçik r-dir. Məsələn, mənə indi desəm ki, iki çevrəni, məsələn, O ilə O1 arasındakı məsafəni tapın. Yəni, iki çevrənin radiusla, belə deyim, mərkəzləri arasındakı məsafəni tapın. Onda siz O ilə O1 arasındakı məsafəni tapmaq üçün böyük yerdən kiçik yeri çıxacaqsınız. Çünki buradan bura qədər olan məsafəni istəyəcəm sizdən. Böyük yerdən çıxacaqsınız kiçik yeri. Bundan başqa olaraq iki çevrə bir-biri ilə kəsişə də bilə bilər. Bu zamanda belə deyək, iki çevrə bir-biri ilə o zaman kəsişər ki, çevrələrin belə deyək, ölçüləri də bir-birinə bərabər olsun. Yəni belə daha normal səslənir məsələn. Bir dənə də. Bu zaman da çevrələr Venn diaqramına oxşuyur. İki çevrə bir-biri ilə kəsişərsə, bu zaman iki çevrə bir-biri ilə kəsişərsə, bu çevrələrin iki ortaq nöqtəsi var. Məsələn, tutaq ki, bir ortaq nöqtəsi burada A nöqtəsi, bir ortaq nöqtəsi də buradır. Hətta biz burada Venn diaqramında bu hissəyə kəsişmə nöqtəsi deyirik. Digər hissələr isə bir-birindən fərqli olan hissələrdir. Məsələn, bunun radiusu, yəni bunun mərkəzi O, bunun da mərkəzi məsələn O1 olarsa, bunlar arasında məsafə ilə normal olaraq, məsələn, bunun bura qədər məsafəsi böyük yerdirsə, bunun buradan bura qədər olan məsafəsi də böyük yerdir. Yəni, bunlar arasındakı məsafəni tapmalısınız. Yəni, bu indi misaldan misala uyğun olaraq dəyişə bilər. Deməli, bundan əlavə olaraq biz çevrələrin arasında konsentrik çevrələrdən də danışa bilərik. Konsentrik çevrələr nədir? Elə yeri gəlmişkən, gəlin konsentrik çevrələr haqqında da danışaq. Məsələn, konsentrik çevrə bir-birinin, baxın, bu iki çevrə, biri böyük olan çevrə heç bir cəhətdən toxunmurlar bir-birlərinə. Bunlar konsentrik çevrələr sayılır. Mərkəzləri eyni olan, baxın, ikisinin də mərkəzi budur və O nöqtəsi mərkəzidir. Mərkəzləri eyni olan çevrələr konsentrik çevrələrdir. Məsələn, kiçiyin radiusu R-dirsə, böyüyün radiusu da böyük R hesab olunur. Bunlar konsentrik çevrələrdir. Konsentrik çevrələrdə, məsələn, baxın, bu hissə var, baxın, belə xətt çəkdiyim hissə. Bu sayılır halqa, belə deyək. Konsentrik çevrələr arasında qalan hissə halqa adlanır. Və biz bu halqanın, məsələn, biz konsentrik çevrə, məsələn, böyük çevrənin sahəsini necə taparam? Təbii ki, deyirsiniz ki, böyük çevrənin sahəsi pi r kvadratıdır böyük yerindən. Kiçik çevrənin də sahəsi pi kiçik yerin kvadratıdır. Belə deyək. Çünki artıq onlar çevrə ilə hüdudlanıb dairə desək, doğru da olar. Deməli, bizdə məsələn bunlar arasında məsələn deyirik, belə deyək də, bunlar arasında məsələn fərq, məsələn bunun, yəni məsələn halqanın ya qalınlığını istəyə bilər, ya sahəsini istəyə bilər. Əsasən bu halqanın sahəsini istəsə, halqanın sahəsini tapmaq üçün böyük çevrənin sahəsindən çıxacaq kiçik çevrənin sahəsini, s kiçik. Buradan da alacağıq pi böyük yerin kvadratı, çıx pi kiçik yerin kvadratı, pi-ni də orta məxrəc çıxartsaq, onlar böyük yerin kvadratı, çıx kiçik yerin kvadratı. Bu şəkildə də halqanın sahəsini tapa bilərik. Amma halqanın məsafəsini, yəni ki, qalınlığını, D-sini, burada D məsafə anlayışı da, yəni diametr deyil, məsafə deməkdir. Məsafə, məsələn, buradan bura qədər olan hissə D-dir. D-ni tapmaq üçün neyirəm? Böyük yerdən kiçik yeri çıxıram. Böyük yerdən çıxıram kiçik yeri. Yəni, halqanın da qalınlığını tapmaq istəyirəmsə, böyük yerdən kiçik yeri çıxmaq məcburiyyətindəyəm. Bundan əlavə olaraq, biz çevrənin, belə deyək, xaricinə və daxilinə kvadrat çəkə bilərik. Məsələn, tutaq ki, bu bir çevrədir. Çevrəni mən daxilinə və xaricinə, belə deyim, kvadrat çəkə bilərəm. Məsələn, gəlin çəkək. Tam bir düzgün çəkək. Məsələn, baxın,
Bəzən ola bilir ki, deyir ki, məsələn, tərəflərinə toxunan bir fiqur çəkilib. Yəni çevrənin tərəflərinə toxunan bir fiqur çəkilibsə, bu bir kvadratdır. Baxın, kvadrat çevrənin xaricinə, çevrənin xaricinə kvadrat çəkilib. Bir də ola bilər ki, kvadratın daxilinə və ya çevrənin daxilinə kvadrat çəkilsin. Bu da normal bir hadisədir. Çevrənin daxilinə də kvadrat çəkilə bilər. Onu da məsələn çəkək. Məsələn. Aha. Məsələn, məsələn, bu çevrənin xaricinə çəkilmiş kvadratdır. Bu da çevrənin daxilinə çəkilmiş kvadratdır. Daxilinə çəkilmiş kvadratdır. Deməli, məsələn, çevrənin xaricinə belə deyək, çevrənin belə deyək, xaricinə kvadrat çəkilərsə və ya belə deyək də, çevrənin xaricinə kvadrat çəkilərsə, bu zaman çevrənin mərkəzi O nöqtəsi olarsa, baxın, çevrəni bilirəm ki, O-dan bu tərəfə qədər olan məsafəsi bir radiusdur. Düzdür? Onda buradan, bu tərəfdən də bura qədər olan məsafəsi yenə də bir radiusdur. Bu nə verir mənə? Bir diametr verir də, düzdür? Çevrənin istənilən iki nöqtəsinin və mərkəzdən keçmə ilə birləşdirən düz xətt diametrdir. Onda bu diametr elə bu kvadratın yəni ki, belə deyək də, xaricdəki tərəfinə, yəni çevrənin xaricində olan bu kvadratın tərəfinə paraleldir. Yəni onda burada diametrdir. Burada diametrdir. Burada diametrdir, burada diametrdir. Və biz bilirik ki, tərəf diametrə bərabərdirsə, kvadratın məsələn, kvadratın tərəfi bərabərdir çevrənin diametri. Çevrənin diametri. Onda biz deyə bilərik ki, kvadratın tərəfi A-dırsa, elə bu çevrənin diametri D-yə bərabərdirsə, onda kvadratın tərəfi A olarsa, onun çevrə ilə, yəni 2R qədər fərqlənir. Yəni ki, onda biz burayı rahatlıqla kvadratın tərəfinə 2R yaza bilərik. Deməli, 2R buradır, 2R buradır, 2R buradır, 2R də buradır. Onda bu kvadratın perimetri nəyə bərabər olur? Kvadratın perimetri. Bilirik ki, kvadratın perimetri 4A və ya 4D. Bu da və ya elə 4 vurulsun 2R, yəni 8R-ə bərabər olmuş olur. Bu bir standart bir düstur olacaq və artıq bunu qısa konkret yazacağıq ki, artıq kvadratın belə deyək, artıq perimetri bərabər olacaq 8R-ə. Deməli, bu da hardan meydana gəldi? Dedik ki, axı, baxın, buradan bura qədər olan məsafə R-dir. Eyni ilə buradan da bura qədər məsafə R-dir. Buradan da bu yana qədər, onda bura R 2R-dirsə, burada 2R-dir. Məsələn, belə bir sual düşə bilir ki, məsələn, çevrənin diametri 4 sm-dirsə, onda belə deyək, diametr 4-dürsə, onda tərəf 4-dür. Həmin kvadratın da perimetri olur 16. Çünki niyə görə? Belə düşünün. Kvadratın, məsələn, tutaq ki, demirəm, radiusu 4-dür. Deyirəm, kvadratın diametri 4-dür. Diametr 4-dürsə, baxın, bərabərdir 4-ə. Diametr 4-dürsə, elə tərəf də 4-dür. Tərəf 4-dürsə, elə perimetrdə 4 vur deyildi də, yəni 4 vur A-dır və ya 8R-dir də. 4-ü 4-ə vururam, eləyir 16. Deməli, çevrənin xaricinə bir kvadrat çəksəm və ya tərsi də belədir ki, kvadratın daxilinə bir çevrə çəkmişəmsə, bu qayda özünü doğruldur. Bəs yaxşı, biz çevrənin daxilinə və ya kvadratın xaricinə çevrə çəkmişəmsə, bilirəm ki, çevrənin mərkəzi O-dur. Bu zaman buradan bura qədər olan məsafə çevrənin, məsələn, bu kvadratın diaqonalıdır. Deməli, bu diaqonaldır. Çevrənin radiusu, əgər bir kvadratın xaricinə çevrə çəkilibsə, həmin çevrənin radiusu kvadratın diaqonalının
yarısına bərabərdir. Yəni 2-yə bölünməsindən alınır. Çox vaxt bu ibtidai sinif müdavimlərinə düşmür, amma yenə də əlavə bir məlumat kimi sizə verirəm. Məsələn, desə ki, kvadratın xaricinə çevrə çəkilibsə və kvadratın xaricinə çevrə çəkilib. Baxın, bunu qarışdırmayın ha. Kvadratın da xaricinə çevrə çəkmək olar. Çevrənin də daxilinə kvadrat çəkmək olar. Eyni mənadır. Yəni bəzən deməyin ki, müəllim bəlkə video izahda yanlış səsləndirib. Xeyr. Kvadratın daxilinə də çevrə çəkmək olar. Baxın, kvadratın daxilinə çevrə çəkmişəm. Eyni ilə çevrənin xaricinə kvadrat çəkmişəm. Burada da kvadratın xaricinə çevrə çəkmişəm və ya çevrənin daxilinə kvadrat çəkmişəm. Yaxşımı? Yəni bu anlayışları bir-birindən fərqləndirməyə bacarmaq lazımdır. Bizə, yəni ki, bu ikinci dediyim kimi kvadratın diaqonalı haqqında bir fikir vermir. Amma bu da düşə bilməz deyə bir belə deyək, qayda deyil. Yəni ola bilər düşsün. Yəni çünki biz əsasən öyrənmişik ki, gözümüz alışıb kvadrat versin və onun daxilinə çevrə çəksin və buna uyğun olaraq perimetri tərəfi istəsin. MHM-in kitabında, digər vəsaitlərdə də ən çox bu tip sual düşür, amma yəni fərqli tipdə düşə bilər. Yəni bu da doğru bir qaydadır. Məsələn, kvadratın xaricinə çevrə çəkə bilər. Bu zamanda radiusu tapmaq istəyirəmsə, bizə mütləq şəkildə kvadratın diaqonalı veriləcək və ona uyğun da tapacağıq. Daha sonra deməli biz bilirik ki, kvadratın daxilinə belə deyək, çəkdimsə, onda mən düzbucaqlının da daxilinə çevrə belə deyim də, yəni düzbucaqlının da daxilinə çevrə çəkə bilərəm. Məsələn, bir dənə çevrəmizi kopyalayım. Bir saniyə. Bir də vaxt itirməyək çəkməklə. Məsələn, düzbucaqlının bez daxilinə çevrə çəkərkən, bu zaman düzbucaqlının daxilində ya deyəcək 2 dənə çevrə var, ya deyəcək düzbucaqlının daxilində, məsələn, belə deyək də, 3 dənə çevrə var. Bu, indi dəyişəcək sualdan suala. Burada, bu zaman nə baş verir? Məsələn, tutaq ki, bir saniyə. Deməli, bu zamanda, baxın, bu zamanda nə baş verir? Deməli, bir dənə düzəldim şəkili. Tam düzəldik. Məsələn, belə bir şəkil verir. Məsələn, bizə deyə bilər ki, düzbucaqlığın daxilində 2 çevrə verilir və çevrələr bir-birinə toxunur və düzbucaqlığın da tərəfləri ilə toxunur. Bu zamanda, yəni ki, normal olaraq, məsələn, belə deyək, bir saniyə. Məsələn, çevrənin mərkəzi, məsələn, tutaq ki, burada olsa, məsələn, bura çevrənin bir mərkəzidir. Baxın. Düzbucaqlığın perimetrini istəyə bilər. Məsələn, tərəfinə əlaqədar belə deyək, ifadə bizdən istəyə bilər. Məsələn, çevrənin mərkəzi buradan bura olsa, məsələn, O mərkəzi, bu da bunun çevrəsi mərkəzi burada olsun. Əgər ola bilər ki, bu zaman mütləq şəkildə deyir ki, eyni ölçülü. Çünki əgər bir düzbucaqlığın daxilinə dairə çəkmişəmsə, bu yəqin ki, eyni ölçülü deyil. Yəni fərqli ölçülü ola bilməz. Deməli, yəni bunların radiusları bərabərdir. Yəni onu demək istəyirəm. Onda buradan bura qədər olan məsafə radiusdur, düzdür? Onda buradan da bura qədər olan məsafə radiusdur. Onda bu düzbucaqlının bu tərəfi də bərabərdir neçə erə? 2 erə. Onda buradan bura qədər olan məsafə də radiusdur, düzdür? Baxın, bu mərkəzdən bura qədər olan məsafədə. Bu mərkəzdən bura qədər olan məsafə də radiusdur. Eyni ilə bu mərkəzdən bura qədər olan məsafə də r-dir. Bu mərkəzdən bura qədər olan məsafə də r-dir. Onda buradan bura qədər neçə r-dir? Baxaq. 1, 2, 3, 4. 4 dənə r-ə bərabərdir. Məsələn, indi bizə deyə bilər bu düzbucaqlının perimetrini tapın. Bu zamanda 2-ni vuraram. 2r üstə gəlinsin 4r-ə. Bu da mənə nə verər? 2 vurulsun 6r, yəni 12r-ə bərabər olmuş olar. Doğru cavab olar 12R. Deməli, başqa cür bizə, məsələn, çevrədən nə tip sual düşə bilər? Bu suallar ətrafında daha çox əslində MHM-in kitabından işləyəcəyik. Məsələn, ola bilər bunu daha da böyütsün. Yəni ki, yenə də deyirəm, bunun içərisində 3 dənə çevrə olanını versin, 4 dənə çevrə olanını versin. Yenə də eyni qaydada. Əsasən bizə fərqi nədir ki, biz əsas bilirik ki, buradan bura qədər r-dir, buradan bura qədər r-dir. Yəni onda bura 2r-dir, buradan bura qədər, burada 2r-dir, onda uzunluq 4r-dir. Enim də 2r-dir. Daha mənə heç nə lazım deyil. Mən bunun sahəsini də tapa bilərəm. Əgər istəsə düzbucaqlının eni 2r-dir.
Biz də bilirik düzbucaqlığın sahəsi necə tapılır? 2 eri vururam 4 erə. Bu da nə eləyir? 8 erin kvadratı. Düzdür? Məsələn, desəm ki, radiusu 3 sm olan, məsələn, radiusu 3 sm olan və bir düz çevrənin iki çevrə belə deyək, toxunurlar bir düzbucaqlığın daxilində. Bu zaman düzbucaqlığın perimetrini tap. Deməli, bura 3-dürsə, burada 3-dür. Onda burada 3-dür, burada 3-dür. Onda ümumi uzunluq 12-dir. Eni 6-dır. Çünki buradan bura 3, buradan bura 3, 6. Onda deməli lap gətirib artıq bunu tapsam belə yerinə də qoya bilərəm. 12 vurulsun 3, yəni 36 tapa bilərəm və ya elə 6 ilə 12-ni toplayıb 2-yə də vura bilərəm. Olar cavab 36. Məsələn 3 sm idisə 36 sm. Radius nə ilə ifadə verilibsə, məsələn desimetrdirsə cavabı desimetrinə alacaqsınız. Ola bilər şərtlərə diqqət edin ki, şərtlər mütləq şəkildə ola bilər. Bəzən radiusu verir santimetrlə, səndən şərtdə desimetrlə istəyir və ya radiusu desimetrlə verir, səndən şərti santimetrlə istəyir. Bunlara da diqqət eləməlisiniz. Bundan əlavə olaraq bizə çevrə haqqında nə deyir? Çevrənin məsələn belə deyək, deyə bilər ki, neçə simmetri oxu var? Çevrənin sonsuz sayda simmetri oxu var. Yəni bunu mütləq şəkildə bilirik. Çevrənin sonsuz sayda simmetri oxu var. Deməli, bir çevrənin sonsuz sayda simmetri oxu var. Yəni bilməli lazım olduğumuz ən sonuncu məqam da çevrə haqqında budur. Yəni bundan başqa bizim çevrə haqqında bilməyimizə ehtiyac olan bir məqam yoxdur. Yəni ki, elə bu qədər məlumatı da bilsək kifayətdir. Testləri işləyərkən də elə mən dediyimi qeydlərə aparmısınızsa, qeydlərə baxaraq testləri işləsəniz də görəcəksiniz ki, elə mən sizə belə deyim, elə artıqlaması ilə bütün məlumatları çatdırmış oldum. İnşallah növbəti izah videolarımızda görüşənə qədər sağ olun, salamat qalın.